Salam, gəlin bir anlıq düşünək. Heç sizə elə gəlir ki, pulunuzun gücü, yəni alıcılıq qabiliyyəti get-gedə azalır. Yaxşı, bəs bunun səbəbi nədir? Gəlin bu qısa izahımızda pulun niyə dəyərdən düşdüyünün əsas səbəblərinə birlikdə nəzər salaq. Yəqin ki, bu his hamımıza tanışdır, elə deyilmi? Dünən deyək ki, 10 manata aldığımız nəsə, bugün baxırsan ki, daha bahadır. Adamın elə bil pulu cibindəcə əriyir. Amma bilin ki, bu sadəcə bir his deyil, bu iqtisadi bir reallıqdır. Bəli, pulun dəyərini itirməsi dediyimiz şey məhz budur. Yəni, eyni miqdarda pullar əvvəlkindən daha az məhsul, daha az xidmət ala bilirsən. Deməli, məsələ pulun miqdarında yox, onun alıcılıq qabiliyyətindədir. Yaxşı, bəs bu qabiliyyət niyə zəifləyir? Gəlin, əsas səbəblərə keçid alaq. Deməli, birinci və bəlkə də ən fundamental səbəb bazarda, yəni dövriyyədə həddindən artıq pulun olmasıdır. Və bu bir növ zəncirvari reaksiyaya gətirib çıxarır. Baxın, bu proses əslində çox sadədir. Gəlin belə təsəvvür edək. Bir otaqda 10 dənə alma var və 10 nəfərin də hərəsinin cibində cəmi 1 manat pul var. Deməli, hər alma 1 manatdır. Düzdür? İndi birdən-birə hər kəsə əlavə olaraq daha 1 manat da veririk. Otaqda artıq 20 manat pul oldu. Amma almaların sayı dəyişmədi, yenə də 10 dənədir. Nə baş verir? İndi daha çox pul eyni sayda almanı təqib etməyə başlayır. Nəticə, qiymətlər qalxır. Bu, iqtisadiyyatın qızıl qanunudur da, yəni tələb və təklif. Bir şey bazarda nə qədər çox olarsa, onun dəyəri bir o qədər aşağı düşür və bu qayda təbii ki, pula da tamamilə aiddir. İndi isə gəlin növbəti 2 səbəbə baxaq, hansı ki bunlar bir-biri ilə çox sıx bağlıdır. Bilirsiniz, məsələ təkcə bazarda nə qədər pulun fırlanmasında deyil. Məsələ həm də o pulla nə qədər mal ala biləcəyimizdə və milli valyutamızın, məsələn, dollar və avro qarşısında nə qədər güclü olmasındadır. Yaxşı, gəlin ikinci səbəblə başlayaq, istehsalın azalması. Bu amil, bayaq danışdığımız o tələb-təklif tarazlığını birbaşa pozur. Burada tarazlığın necə pozulduğunu çox aydın görmək olar. Təsəvvür edin ki, müharibə, pandemiya və ya hansısa təbii fəlakət baş verir. Belə vəziyyətlərdə fabriklər dayanır, istehsal aşağı düşür. Amma insanların cibindəki pul miqdarı ki azalır. Nəticə nə olur? Yenə eyni məsələyə gəlirik. Daha az məhsulu almaq üçün daha çox pul mübarizə aparır. Və bu da qiymətləri təbii ki, qaçılmaz olaraq yuxarı çəkir. İndi isə keçək 3-cü vacib amilə, milli valyutanın gücü. Bu məsələ xüsusilə də xaricdən gətirilən, yəni idxal olunan məhsulların qiymətinə birbaşa təsir göstərir. Fikirləşin, ölkəyə xaricdən gətirilən demək olar ki, hər şey, telefonlar, maşınlar, dərmanlar, hamısı xarici valyutayla, yəni dollarla, avroyla alınır. Əgər bizim milli valyutamız onlara qarşı zəifləyirsə, deməli, eyni telefonu almaq üçün daha çox manat ödəməli olacağıq. Bu da sonda gəlib birbaşa mağaza rəflərindəki qiymət etiketlərində özünü göstərir. Amma məsələ təkcə quru iqtisadi rəqəmlərlə bitmir, yox. Pulun dəyərinə hökumətin atdığı addımlar və hətta insanların psixologiyası, yəni düşüncə tərzi də çox ciddi təsir edir. Elə 4-cü səbəb də məhz hökumətin pul siyasəti və dövlət xərcləri ilə bağlıdır. Yəni, əgər bir hökumət öz xərclərini ödəmək üçün və ya büdcədəki kəsiri bağlamaq üçün, necə deyərlər, pul çap maşınını işə salırsa, bu birbaşa olaraq valyutanın dəyərini aşağı salır. Bu, əslində elə birinci səbəbə qayıtmaq kimidir. Və 5-ci səbəb, bu biraz daha fərqlidir. Bu, iqtisadiyyatın psixoloji tərəfidir. Yəni, insanların kütləvi şəkildə nə gözlədiyi ilə bağlıdır. Buna bəzən özünü doğruldan proqnoz deyirlər. Baxın, necə işləyir. Əgər hamı qiymətlərin gələcəkdə qalxacağına inanmağa başlasa, nə edəcək? Təbii ki, pulları daha da dəyərdən düşmədən bugün xərcləməyə tələsəcək və hamı eyni anda alış-verişə axışanda mallara olan tələbat birdən-birə kəskin artır. Bu da öz növbəsində qiymətləri həqiqətən də yuxarı çəkir. Görürsünüz, gözlənti özü reallığı yaradır. Və nəhayət, gəldik bugün danışacağımız sonuncu əsas səbəbə. Bu amil birbaşa bizim pulu xərcləmək və ya yığmaq vərdişlərimizə təsir edir. Bu 6-cı amil isə Mərkəzi Bankın təyin etdiyi faiz dərəcələridir. Bəli, bu rəqəmlər bizim pulu bankda saxlamaq və ya xərcləmək qərarımıza çox ciddi təsir göstərir. Məntiq sadədir. Faiz dərəcələri aşağı olanda pulu bankda saxlamaq demək olar ki, mənasızlaşır. Çünki çox az gəlir gətirir. Belə olanda insanlar neyniyir?
pullarını ya xərcləyir, ya da başqa yerə investisiya edir. Üstəlik, aşağı faizlər həm də ucuz kredit deməkdir. Bu da insanları daha çox borc götürüb xərcləməyə sövq edir. Bütün bunlar birləşəndə nə olur? Dövriyyədəki pulun miqdarı artır və bu da qiymətlərin qalxması üçün şərait yaradır. Yaxşı, beləliklə, gəlin bütün bu danışdıqlarımızı sürətli bir şəkildə yekunlaşdıraq. Pul niyə dəyərdən düşür? Gəlin bir daha xatırlayaq. Deməli, gördüyümüz kimi pulumuzun daha az şey almasının bir neçə əsas səbəbi var. Dövriyyəyə həddindən artıq pul buraxılır, bazarda kifayət qədər mal olmur, milli valyutamız zəifləyir, hökumət bəzən xərcləri pul çapı ilə maliyyələşdirir, insanlar qiymətlərin artacağını gözləyir və nəhayət aşağı faiz dərəcələri hamını xərcləməyə təşviq edir. Bütün bunlar bir-birinə bağlı bir zəncirin xalqaları kimidir. Səbəbləri artıq bilirik və bu, problemin həllinə doğru atılan ilk addımdır. Amma əsl sual budur. Yaxşı, bəs bu vəziyyətdə nə etmək olar? Bu sualın cavabını həm ayrı-ayrı fərdlər, həm də bütövlükdə hökumətlər axtarmalıdır. Vaxt ayırıb dinlədiyiniz üçün təşəkkürlər.